Yaramaz general Həsən Eyyubov. Qoduq. Sən kimsən, hə? Mənim videomu TikTokda zətdə sildirməyə çalışmırsan? Özünü nə hesab edirsən, hə? Şərəfsiz. Ay oğraş. Hə? Sən elə bilirsən ki, mənim sənin haqqda videomu sildirməyinlə mən susacağam, məsələ qapanacaq. Bir videoya görə 10 video, 20 video səni ifşa edən şərəfsizliyini, cinayətlərini ortaya çıxardan videolar həsr olunacaqdır. Ötən günlərdə Həsən Eyyubov dənizdə gömrüyə nəzarət edən generalın, bu Bəylər Əyyubovun qardaşı oğludur. Şəkillərini paylaşdım. Formada, qızlarla bazlıqda və bu biabırçılıqdır. Dövlət adına biabırçılıqdır. Hələ mən bunun cinayətlərini, qaçaqmalçılıqlarını, narkotik ticarətini, bunun da hamısını Dövlət Təhlükəsizlik Xidməti çox yaxşı bilir. İlham Əliyev, sənin boynunu yerə soxum ki, belə bir generalım var. Hələ bu cinayətlərini mən bu kənara qoyuram, göz yumurlar. Yəqin ki, həm DTX-ya, həm İlham Əliyevin ailəsinə o qaçaqmalçılıq və narkotik pullarından pul çatır ki, buna göz yumur və vəzifədə saxlayır. Eni ilə uzunu birdir. Haram yeməkdən 250 kilo olubdur. Və Türkiyədə Amerikan klinikasında bir neçə dəfə mədə kiçiltmə əməliyyatı keçirdib, amma haram bədənindən çıxmır. Arıqlaya bilmir ki, bilmir. Və bu yaramaz, bu oğraş şərəfsiz, bax bu şəkillərə görə TikTokda zətdə həmən videomu mənim sildiribdir. Nə qədər pul mu xərcləyib, nədir? Bəlkə bunu adam avam yerinə qoyublar, deyiblər ki, kanalını bağlatdıracağıq. Sən mənim kanalımı yuxunda görərsən, bağlatdırma. Heç indiyənə kimi 10 ildən çoxdur ki, bütün hakimiyyətin başı üçün deyil ki, Azad Söz kanalını bağlatdırsın. Ola bilər TikTokda 2 taskımaldır, orada videoları sildirə bilərsən. TikTok deyil ki, YouTube'da sənin adın Google'a Həsən Eyyubov yazılanda sənin adın çıxır. Sənin bax bu şəkillərin çıxır. Mənim Azad Sözün Facebook'da, YouTube'da, Google'da sənin videoların çıxır. Bunu sildirə bilərsən, hə? Hə? Bu sənin başı üçün deyil. Bu sənin ağanın başı üçün olmadı Bəylər Əyyubovun. Bəylər Əyyubovun axırına necə çıxdımsa, sənin də axırına az qalıbdı. İlham Əliyev, bu qədər sözləri necə qəbullanırsan? Necə sən peysərinə atırsan? Sən necə bu oğraşın yaramazlığını görmürsən? Bəs dövlətçilik harda qaldı? Bu formada necə qızlarla şəkil çəkdirir? Hə? Hə? Bax bu general, belə general olar ha? Hə? Bu utancdır, dövlət adına utancdır. Bəylər Əyyubovun qorxusundan İlham Əliyev, sən dəyə bilmirsən buna, arxasını dəyə bilmirsən, bilmirsən nə yaramazlıqlarla məşğuldur. Dövlət Mühafizə Xidmətinin rəisi general-mayor Fərid Əsgərov İlham Əliyevi başa sal ki, bu yaramazlara görə dövlətin adı batır. Qaçaqmalçılıq, narkotik ticarəti və nə uğraşdıq deyəsən məşğuldurlar bunlar. Arxamca da güya indi Almaniyaya adamlar göndərib ki, məni izlətdirsin. Sizin hər şeyinizdən mənim xəbərim var. Hə? Mənə güya öldürtmək istəyirsiniz, güya Bakıya uğurlatdırıb apartmaq istəyirsiniz, hə? Güya kanalımı bağlatdırmaq istəyirsən, videonu sildirirsən. Gör İlham Əliyev, gör, bunlar sənə nə qədər hörmət eləmirlər ki, sənə nifrət eləyirlər ki, Həsən Eyyubov özünün bir şəkli olan videosunu sildirmək üçün nə dəridən qabıqdan çıxıb, nələrə əl atıbdır. Amma səhər axşam sənin hakimiyyətinin başında özün durursan və arvadın haqqında videolara görə narahat olmayıb. Deyilib ki, bəs bu İlham Əliyev, Mehriban Əliyeva haqqındakı videoları niyə sildirməyə çalışmırsan? Öz videonu sildirməyə çalışırsan. Deyib ki, İlham Əliyevdə, Mehriban Əliyevdə onların öz qeyrətləridir, onların qeyrətləri çatır. Elə-belə də deyilibdir. İlham Əliyev özü peysərdir. Çünki qəbullanır. Deyir ki, amma mən qəbullanmıram. Və amma sənə o hörməti yoxdur ki, bir dəfə bir xahiş eləyək ki, və yaxud da deyək ki,
və yaxud da sənin videolarını sildirə. Amma bunların heç birini eləmir. Çünki sənə hörmət eləmirlər. Sənin sayəndə bunlar pul yeyirlər də, haram pullar yeyirlər. Hə, amma sənə hörmət eləmirlər. Sənin haqqında videolara görə narahat olmurlar. Özləri haqqında olan videoya görə narahat olub və mənim bir videomu sildiribdi. Bilmirəm TikTokda mı, hardan. Elə bilir ki, hə, bununla da iş bitdi. Əlim yaxandadır. Şərəfsiz, yaramaz Həsən Eyyubov. Əlim yaxandadır. Bax, İlham Əliyev, bax bu şəkilə utan. Utanmaq sifəti varsa səndə. Utanmaq sifəti olsa, bax bu geydirmə generalın arxasından dəyərsən və deyərsən ki, dövlətin adını batırıb, bazlığa edəndə forma ilə getmə. Tursik mayka ilə get. Hələ bu Tursik mayka ilə də şəkli var. Bax, bu şəklində ilk dəfədir paylaşıram. Keçən dəfə bunu paylaşmadım. Dedim, ayıbdır. Arvad uşaq var. Ümumiyyətlə, bu evdə gedib, bax, bu keçən dəfəki şəkillərdən sonra hansı üzlə ailəsinin qabağına çıxdı dedi, hə? Bu bazlıq şəkillərindən. Evdəkilər də buna hörmət eləmir. Vallahi evdəkilər buna hörmət eləmir. Hörmət eləsə deyərlər ki, bu nədir? Şəkildir belə. Deyirlər ki, gətir o haram pullarla da evdəkilərini, ailəni yedizdir, uşağını yedizdir, hə? Onlar da sakit durarlar. Çünki haram pul yedizdirirsən. Bəs bu şəkil nədir? Haramzadə. Hansı bazlıq qızına göndərirdin bu şəkili? Hə? Yaramaz. Maykada şəkil göndərirsən. Bunun hələ lüt şəkli də var. Üzr istəyirəm, bunu sizə göstərə bilmərəm. Güzgünün qarşısında belə lütlənib dayanıbdır və şəkil çəkib göndərir, kiməsə göndəribdir. Onun da eninin uzunu birdir. Onu göstərib həyatınıza nifrət elətdirmək istəmirəm. Baxıb nifrət edərsiniz öz həyatınıza ki, bu boyda görkəm olar, belə cəmdəy olar. Belə cəmdəy, amma İlham Əliyevin papağı boş qalıbdı, otuzdurubdu dənizdə gömrüyün başında. Bu birinci videoydu. Minimum 10 dənə belə video olacaqdı. Xahiş edirəm, bu şərəfsiz haqqında hansı məlumatlar da var, göndərin mənə, yayımlayım, ifşa eləyək və bunun dalından deyək.